Ümumiyyətlə insanın hər hansı bir günahı etdiyi zaman günahla ləzzət alması, ləzzət alaraq etməsi başqa bir bəlaya səbəb olur. Yəni Allah Teala tərəfindən bir cəza olaraq insanın, yəni o günaha mübtəla olmasına səbəb olur. Yəni bəzən insan da özü də etiraf edir ki, yəni günahı tərk etmək istəyirəm, amma bacarmıram. Yəni gözünü haramdan çevirmək istəyir, çevirə bilmir. Yəni səbəb olaraq alimlər gətirir ki, insan o günahı köksünü açaraq, ləzzət alaraq etdiyinə görə insan o günaha mübtəla olur. Yəni ondan sonra onu istəsə belə tərk edə bilmir. Yəni bir insan günaha düşür, tez tövbə edir və onu xoşlamır, nəfsini qınayır və bir də var ki, insan o günahı köksünü açaraq, ləzzət alaraq etməsi. Bu həm günahı böyüdür və həmçinin insanın ona mübtəla olmasına səbəb olur. İmanının zəifləməsinə, bu həmçinin qəlbinin sərtliyinə dəlalət edir.